texnologiya fənninin Mələk Soltanova sizə təqdim edəcək Azərbaycan dili hissəsini səmər. İlk öncə mən sizə bir video göstərmək istəyirəm. Diqqətlə videoya baxın, mən sizə sual alacaq sonra. Burada qəhrəman Qarışqa Adam, Ant-Man, Qarışqa Adam filmindən fraqmentlərdir. O müxtəlif qarışqaların dünyasına daxil olur və müxtəlif qarışqa növləri ilə tanış olur. Buyurun, çox təşəkkür ederim. Qarışqa Adam, Ant-Man filmində, burada videoda daha ətraflı görə bilmədik. Mənim sizə sualım nədən ibarətdir? Niyə biz müxtəlif süper qəhrəmanlar tanıyırıq? Iron Man, Superman, uşaqlığımızın qəhrəmanı. Bu filmdə isə Ant-Man. Niyə müəllif məhz qarışqanı super qəhrəman kimi seçmişdir? Hansı keyfiyyətinə görə ki seçmişdir? Zəhmətkeşliyinə, başqa super qəhrəman. Balaca olmaqda, onu görülməz işlər görür, böyük işlər görür, səbrinə görə. Bizim liseynin hədəf konsepsiyasında dəyərlər fənni var, yəni ki, əksəriyyətinizin məlumatı var. Biz dəyərləri fənn kimi tədris edirik ibtidai siniflərdə və ona görə hər həftədə yuxarı siniflər, ibtidai siniflər, bütün bölmələrdə dəyərlər haqqında Azərbaycan dilində layihələrimiz olur. Yəni biz dərslərimizdə inteqrasiya zamanında dəyərlərdən istifadə edirik. Məhz sadaladığımız o zəhmətkeşlik, çalışqanlıq, səbirlik, bunlar hamısı dəyərlərimizdən, insani dəyərlərimizdən biridir. Bu dərsimizin gedişində də biz bu nüanslardan istifadə edəcəyik. Ona görə də bu dəyərləri yadımızda saxlayırıq. Bizim bu işimizdə onlar bizə kömək olacaq. İndi qarşınızda mətnlər var. Mətnimiz var. Təbiətin mühəndisləri. Mətnin oxusuna keçməzdən əvvəl biz hər il təlimlərimizdə çalışırıq ki, yeni bir metodlardan, kurikulum və dünya təcrübəsində istifadə olunan metodlardan istifadə edilir. Məsələn, keçən il biz Noiç, ədəbiyyatda Noiç üsulundan istifadə eləmişdik. Bu il isə SQ3A və ya Azərbaycan dilinə uyğunlaşdırdıq 2 SOTU üsulundan istifadə edəcək. İlk mərhələdə birincidə sorğu üsulunda nə edəcəksiniz? Siz başlıqlara baxırsınız, mətnin şəklinə baxırsınız, yalnız mətnin giriş və nəticə hissəsini oxuyursunuz. İndi qruplar zəhmət olmasa, mətnin ancaq giriş və nəticə hissəsini oxuyun, mətnin başlığına baxın, şəklinə baxın. Bütün qruplar tanış oldu mətnin giriş və nəticə hissəsini. Mən indi sizə belə bir vərəqlər verəcəm. Bu vərəqlərdə siz question hissəsini gerçəkləşdirəcəksiniz, yəni sual tərtib edin. Mən bu mətndə yalnız girişi və nəticəni oxuduqdan sonra mən burada hansı suallarıma cavab tapmaq istəyirəm. Vaxtımız azdır deyə, dərsdə siz bu sualları çox edə bilərsiniz, fərd edə bilərsiniz. Mən amma vaxtımız azdır deyə istəyirəm ki, sistemli olsun. Hər komanda mətnə aid cavablarını axtardığı suallara 2 sual qeyd edin. Suallarımız hazırdır, qeyd edin. Xanıma verdim, o da sizin komandanın sualları. 2 sual yazırsınız, siz mətndə hansı informasiyanı əldə etmək istəyərdiniz? Hansı, nələri öyrənəcəm? Mən burada nəyi görmək istəyirəm? Burada hansı informasiyanı əldə eləmək istəyirəm? O haqda 2 sual yazırsınız. 2 sual. Bəli. Amma siz öz dərslərinizdə sonra istədiyiniz uşaqların səviyyəsinə uyğun, sayına uyğun onu tənzimləyə bilərsiniz. Komandalarımızdan biri hazırdır. Biz onları bilək deyə mənə zəhmət olursa onlara kömək edin. Nəsə bunları İlk önce hərəkət etməyə komanda.
Artıq hazırdır. İndi buyurun hikayenizi dinləyək. Dinləyək. Bir gün bir dağla qarşıda tek başına bir çıxdı. Digər qarşılara durmana təhqir ediləcəyini söylədi. Ancaq dağla qarşıda bunu alamadı və tek başına bir axtarmağa getdi. Digər qarşılara bunu ana qarşıya almalıdırlar. Ana qarşıya bir qədər düşündü və bir qərara gəldi ki, bala qarşılarının görə biləcəyi yerə bir özlükdən parçası, yəni yer parçası olsun. Və bala qarşıya dedi ki, yer tapını çox sevdim, ancaq yanında başka buna göre diğer karşılardan buna göre kömek isteyir. Diğer karşılardan kömeği ve saçma yaklaştırır. Tek başına yükün altına kalkabilir. Her zaman yaşlı ana karşıda gidiyor. Aferin. Alkışlayan tamamladı. Etraflı məzmununa malik. Hikayə dinləyiniz üçün mən də sizə hədiyyə verəcəm. Bunu dəhizdə gəzdiniz, hamı mən dəhizdə gəzsin. Bu refleksiya üçündür. Mən bilmiyorum, mən fikirlər hazır olan komanda var mı? Siz kabul edeceksiniz. Hazırsın. Necip Hanım hazırsınız mı? İlk önce baba bizi hareket ettirin. Yoxlar. Aferin. İndi hikayənizin zəhmət olmasa, diqqətlə ikinci komandanın hikayəsini dinləyirik. Her zamanki kimi yeni amil erken vaxtlarda evdən çıxmışdı. O yolda gelərkən parkında bir kutu gördü. İçindən çanda para takan Sakitlərə edək mənimlə. Qutunu tapan amil əvvəlcə onu gizlətmək qərarına gəldi. Lakin bu maraqlı qutunu gizlədən amil başa düşdü ki, bu kartlar təklikdə heç də maraqlı olmayacaq. Onlarla tək oynasa, maraqlı, əyləncəli olmayacaq. Çünki dostlarla bölüşsə, birlikdə oynasalar daha maraqlı olar. Beləliklə, ən yaxın dostlarını yanına çağırıb, tapdığı kartları dostlarına göstərdi. Tapdığını bölüşən amil artıq çox xoşbəxt idi. Sizin amiliniz qarışqadırmı? Yox. Sizin amiliniz qarışqa olmalıdır. Amma elə qəbul edək ki, qarışqanın adı amildir. Aferin, təşəkkür edirəm sizə. Sizə də hədiyyələrimiz var. İndiki zamanda işlenen şərtlər. Buyurun. Bu dərs haqqında fikirlərinizi qeyd edin. Hazırsınızmı?
saygı göstərin, irəli görməyi çalışın və bir dəfə bildirir ki, anarda danışdı deyir ki, bəzi ülkelərdə elə deklar var ki, səhvən onu qəbul edənlər insan bir quşlanır, yəni onu qəbul etmək olmaz. Ancaq bir işçi qarşıda buna əhəmiyyətsiz yanaşır, böyüklərin sözünə baxır, saygı göstərir və həmən o dekları qəbul edir və bunu digər qarşılar qaydana verib, yumuşlanır və digər qarşılar bunu cəza olaraq bunu cəzalandırırlar. Çünki onlarda belə bir qayda var ki, ana-atanın sözündən çıxmaq olmaz. Necə məsləhət görmüşdə o cürdə etmək lazımdır. Ancaq bu qarşılar saygısızlıq etdiyinə görə cəzalanır və düşünür ki, mən bir də belə bir səhvəyə yol verməkdim. Almışlar. Hediye olarak iPhone verdik. Hakkında düşüncelerinizi bildirdin uygun havalara. Buyurun sizin robotunuzun hareketinizi. Evet, onu sonra diyeceğim. Bunu yazma. Əsas o ki, bu dərsdə bunun istifadə qaydası ilə hansı formalar təqdim edilir? Yəni, burada işin istifadə öğrenmələrin onlar və uşaqlar üçün dərslər çox fazladır və eyni zamanda kutu qısaltmaq. Bunu hansı formalar qısaltmaq? Bunu kime sıkmasına da o diğer başka ülkelerde. Bir gün hepsini bastılar, o cümleler. Sizin hikayenizi dinleyirik əziz müəllimlər. Karşısına analar uzamışam, kiçik qarışqa yuvarlamışdır, oxuya eşliyə tərəf yollanır. Öz səsdən o qədər elan edir ki, qarşıdakı pişiyi heç sezmirlər. Pişik onu az qala əzmişdir. Güclə pişiyin pəncələri arasından keçərək özünə güc qala ilə özünə gəlir, yoluna davam edir. Pişiklər canını qurtardığı üçün özünü qəhrəman hesab edir. Yoluna davam edərkən ayının bal gününə rastladı. Bal günün içərisində çoxlu arılar var. Arılarla mübarizə aparmağa çox çətin olacağını düşündü. Lakin mübarizə apararaq qalib gələcəyinə inanırdı. Öz güvəni sayəsində uğurlandı, tezcə gün içərisinə girdi və qarnını yetlərincə doldurdu. Aferin. Ama siz o mübarizə aparmağa bilməzsən ki işlərdiniz. Feminist və feminist işlərdiniz. Qarşıda bir şey oldu. Ama yine de teşekkür ederiz size, çok yaratıcı. Cümleler daha obrazlıydı. Bu bakımdan size de mükafat düşürür. Siz de arzunlarınızı götürebilirsiniz. Ve dersiniz hakkında fikirlerinizi bildirdin. Harika şekilde çekin ve siz artık gider. Ben okuyup növbəti dərsini verərəm sizə. Çünki sizin fikirləriniz bizə çox dəyərlidir. Bundan sonraki dərs yox. Başqa dərs olur. Bundan sonraki yemək fasiləsində.